Salam. Bugün 11-ci sinif buraxılış tipli riyaziyyat suallarına baxırıq. Vaxt itirmədən sualların izahına keçək. Deməli, burada uşaqlar, birinci sual limitlə bağlıdır. Bu əslində blok sualıdır. Sadəcə olaraq buraxılış indi tipli sınağın içərisinə verilib. Yenə də izah eləyək də, blok hazırlaşanlar üçün səmərəlidir. Deməli, limit x yaxınlaşır sonsuzluğa. Sürətdə kök altda 3-cü dərəcədən 8n-in kubu, üstə gələk 2n çıxılsın 1. Məxrəcdə isə 4n plus 3. Uşaqlar, fikir versək, bu tipləri həll eləyəndə sürət və məxrəci ən böyük dərəcəyə bölürük. Çoxu deyir ki, ən böyük dərəcə, dəyişənin ən böyük dərəcəsi n-in kubudur da. Yox, o kökün altındadır deyə. 3 ilə 3 gedir, ən böyük dərəcə ilə 1 qalır. Yəni, hər tərəfi böləcəm n-ə. Burada limit x deyəndə n nəzərdə tutur da. N yaxınlaşır sonsuzluğa. İndi n-i kök altına salanda n-in kubu kimi girəcək. Onda 3-cü dərəcədən 8n-in kubu böl n yox, n-in kubu olacaq. Çünki n-ə bölürəm, böldüyüm n-i də kökün altına saldıqda n-in kubu kimi daxil olur. Hər birini böləcəm. 2n bölək n-in kubu çıxılsın 1 bölək n-in kubu. Məxrəcdə də 4n bölünsün n. Ta məxrəcdə ilə adi n-ə bölürəm də. Üstə gələk 3 bölək n. Burada limit n yaxınlaşır sonsuzluğa. Sürətdə 3-cü dərəcədən 8. Üstə gələk 2 bölək n-in kvadratı. Çıxılsın 1 çıxaq n-in kubu. Aşağıda da 4 üstə gələk, 3 bölünsün n. Bu da məxrəcdə n olanlar 0-a gedir. N sonsuzluğa getdiyi üçün. Yuxarıda 3-cü dərəcə 8-dən 2 çıxacaq. Aşağıda da elə 4 olduğu kimi bu da 0,5 deməkdir. Yəni düzgün cavab Y variantı olur. Sonra ikinci suala baxaq. İkinci sualda deyək, kubun bir üzünün diaqonalı kök altda 2-dir. Kubun bütün üzləri kvadrat olduğunu bilirik. Kvadratı da diaqonalı tərəfin birlikçi kök altda 2 mislidir. Yəni D bərabərdir kök altda 2A-ya. Özü də verir ki, diaqonalı kök altda 2-dir də. Üzünün diaqonalı. Bu da A bərabərdir 1. Məndən isə kubun diaqonalını soruşur. Kubun diaqonalı isə D bərabərdir kök altda 3A-ya bərabərdir. A-nı bir tapmışam da. Kök altda 3-ü də 1-ə vuranda eləyəcək kök altda 3. Yəni düzgün cavab D variantı olar. Növbəti 3-cü suala baxaq. Məhsuldarlıq 250 tondan 300 tona qalxdı. Deyir ki, məhsuldarlıq neçə faiz artdı? 300-dən çıxacam 250-sin. Qalacaq 50 ton. Deməli, nə qədər artım var? 50 ton. Həmişə əvvəlkinə görə işlə. Yəni, bu 50 ton artı ver. 50 ton 250-nin neçə faizidir? 50-ni böləcəm 250-yə. Vuracam 100-ə. Burada 50-50-yə 1, 250, 50-yə 5. 100-ü də 5-ə böldükdə 20%. Deməli, bu 20% artar. Düzgün cavab A variantı. Növbəti 4-cü suala baxaq. Deyir, ədədi silsilədə A80 bölünsün A20 bərabərdir -1. Olarsa bu silsilənin 0-a bərabər olan həddinin nömrəsini tapın. A-ın bərabərdir 0. Yəni neçənci hədd 0-a bərabərdir. Yəni yeni bilmirəm ki, neçənci həddir ki o 0-a bərabərdir. Məqsəd burada ilk öncə 0 almaqdır. Bax, verilən şərtdən çarpaz vursam, A80 bərabərdir -A20-yə. A80 üstə gələk A20 bərabərdir 0 alınır. Biz də bilirik ki, indekslərinin cəmi bərabərdirsə, hədlərin özünün cəmləri də bərabərdir. Yəni 80 üstə gələ 20 100 deməkdir. O da 2 dənə nə deməkdir? 50. Onda belə çıxır ki, A80 üstə gələk A20-nin yerinə 2 dənə A50 yazmaq olar. Bu zaman buradan da çıxır ki, A80 ilə A20-nin cəmi 0-da öldü. Deməli, A50 deyilə neçəyə bərabərdir 0-a? Deməli, ilə buradan da çıxır ki, neçənci hədd 0 olacaq? 50-ci hədd. Yəni düzgün cavab A variantı olar. Növbəti 5-ci suala baxırıq. 5-ci sualda çox maraqlı sualdır. 2x plus 3 bölək x
bərabərdir 6-ya. Burada x-in kvadratı üstə gələk 9 bölək 4a-nın kvadratı verib. Əslində uşaqlar sizə bir söz deyim ki, burada a-nın kvadratı səhv düşübdür. Olmalıdır 4x-in kvadratı. Yəni elementar səhvlikdir də, o düzəltdik. İndi uşaqlar, baxın ki, sizdən kvadratda yüksəldilmiş vəziyyətdə soruşur da. Verilmiş ifadənin də sağ və sol tərəfin bərabərliyin kvadrata yüksəldim. 4x-in kvadratı üstə gələk 2 vuraq 2x, vuraq 3 bölək x. Üstə gələk 3 bölək x-in də kvadratı 9 bölək x-in kvadratı bərabərdir 36-ya. Burada x-lər gedir. 4x-in kvadratı üstə gələk 9 bölək x-in kvadratı. 2 vuraq 2, 4, 4 dəfə 4-ün 12. 36-dan 12-sini çıxanda 24 alınır. Baxırıq ki, soruşduğu ifadədən bu 4 dəfə fərqlənir də. İndi bu bərabərliyin də hər tərəfini 4-ə bölsəm, x-in kvadratı üstə gələk 9 bölək 4x-in kvadratı. 24 də 4-ə böldükdə 6 alınacaq. Yəni düzgün cavab 6 C variantı olar. Növbəti uşaqlar 6-cı suala baxıram. Y bərabərdir. Kök altda 5 çıxaq 15 bölünsün x funksiyasının təyin oblastını deyir ki, tapın. Təyin oblastını deyəndə, yəni dəyişənin yerinə elə qiymətlər qoymalıyıq ki, ifadənin mənası olsun. 5 çıxaq 15 bölək x böyükdür, bərabərdir 0-dan götürülür kökə görə. Kökün altı 0-dan böyük bərabər olmalıdır. Məxrəcdə x olduğu üçün x-i həmçinin də 0-dan nə götürəcək fərqli. İndi bu rasional bərabərsizliyi həll eləyəndə x-i 5-ə vurub qaldırıq sürətə. 5x çıxılsın 15 bölək x böyük bərabərdir 0-dan. Sürəti 0-a çevirən kök 3-dür. Aşağı 0-a çevirən kök 0-dır. Amma məxrəcdə deyə biz 0-ı intervalda götürməyəcəyik də, yəni için boş qoyacağıq. Amma kök kimi nəzər alırıq. Sürət 0 ola bilər deyə 3 amma götürəcəyik. Burada intervallayıram, müsbət, mənfi, müsbət. Buradan da aydın məsələdir ki, müsbət olan aralıq hansıdır? Mənfi sonsuzluqdan 0-a birləşmə 3-ü almaq şərti ilə 3-dən müsbət sonsuzluğa. Bu da düzgün cavab C variantı olar. Növbəti 7-ci suala baxıram. Kosinus alfa bərabərdir 5-də 3. Bizdən isə soruşur, bir dəqiqə suala fikir verək. Sinus kvadratı alfa üstə gələk tangens kvadratı alfa üstə gələk kosinus kvadratı alfa ifadəsini deyir ki, qiymətini tapın. Uşaqlar, burada sinusdan kosinusun kvadratları cəminin 1 olduğunu bilirik. Buna əsasən 1 üstə gələk tangensin kvadratı alfa, 1 üstə gələk tangensin kvadratı alfa alınır. Baxıram ki, bu da verdiyi şərtlə bu tangensin nə əlaqəsi var? Biz də bilirik ki, 1 üstə gələk tangensin kvadratı alfa bərabərdir 1 bölək kosinusun kvadratı alfaya. İndi burada elə deməli, bu soruşduğun yerinə 1 bölək kosinusun kvadratı alfa yaza bilərəm də. İndi bunu da nəzər alıram. 1 bölək 5-də 3-ün kvadratı. 5-də 3-ün kvadratı eləyir 25-də 9. 1-ə də bölündə tərsinə çevrilir. Olur 9-da 25. Yəni düzgün cavab C variantı olur. Növbəti suala keçək. Növbəti sual 8-ci sual çox sadə sualdır. 8-ci sualda isə verilmiş kəsirin sürət və məxrəcindəki ifadələri ayrı-ayrılıqda həll edirik. Mötərizələrin içərisində hesabladıqda tamı məxrəcə vurub üstünə sürətə gəlirik. 1-i 2-yə vururam 2, üstünə 1-i gəlirəm 2-də 3. Sonra digər kəsirlərdə 2-də 5, 2-də 7 vurulsun, 2-də 9 alınır. Məxrəcdə də həmən prosesi yerinə yetiririk. 2-də 1 vurulsun, 2-də 3 vurulsun, 2-də 5 vurulsun, 2-də 7. Hər birinin məxrəcində 2-ləri atıram. Sürətdə qalır 3 vuraq, 5 vuraq, 7 vuraq, 9. Məxrəcdə də qalır 1 vuraq, 3 vuraq, 5 vuraq, 7. 3, 5, 7-lər ixtisar gedir. Yerdə qalır 9 bölək 1. O da cavab eləyir elə 9. Yəni düzgün cavab D variantı olur. Növbəti 9-cu suala baxaq. 2017-nin kvadratı çıxılsın 2015 vurulsun 2019. Burada bunu təbii ki, tək-tək kvadrata yüksəldib və yaxud da hasil tapıb çıxıb kökü hesablamaq səmərəli deyil. 2017-yə baxan kimi görsənir ki, 2015 və 2019 ondan 2 vaid yuxarı və aşağıdır. Buna əsasən burada 2017-nin kvadratı çıxılsın
2015-in yerinə 2017 çıxaq 2. Vur 2017 üstə gələk 2 də yazarsan 2019-un da yerinə. Burada bu hasil müxtəsər vurma düsturu alınır. Yəni 2017-nin kvadratı çıxaq 2-nin kvadratı. Bu da bərabərdir kök altda 2017-nin kvadratı çıx 2017-nin kvadratı. Üstə gələk mənfi təsir elədiyi üçün olur 2-nin kvadratı. Burada da 2017-nin kvadratları gedir, qalır kök altında 4. Ondan da çıxır 2. Yəni düzgün cavab Y variantı olur. Növbəti 10-cu suala baxaq. 10-cu sualda sistem verilib. A plus 1 vurulsun x üstə gələk 2y bərabərdir 4-ə. Aşağıda isə 2x üstə gələk mötərizədə b çıxılsın 2 vurulsun y bərabərdir 2. Sistemin sonsuz sayda həllinin olduğunu bilərək a plus b cəmini tapın. Uşaqlar, sistemin hava sonsuz sayda həll olurdu. X-lərin, y-lərin əmsallarının nisbətləri və sərbəst həddində nisbətləri bərabər olduqda, yəni A1 bölək A2 bərabərdir B1 bölək B2, o da bərabərdir C1 bölək C2-yə. İndi buna əsasən A plus 1 bölünsün 2 bərabərdir 2 bölək B çıxılsın 2, o da bərabərdir 4 bölək 2-yə. İndi burada birinci bərabərliyi götürürəm, çarpaz vursam 4B çıxılsın 8, çarpaz vurduğum zaman da bərabərdir 4-ə. Burada B-nin qiyməti 3 çıxır hesabladığımız zaman. Həmçinin bir dəfə də A plus 1 bölək 2-ni 4 bölək 2-yə bərabər götürürəm. Buradan da yenə çarpaz vursam 2A plus 2 bərabərdir 8-ə. A-nın da qiyməti buradan da 3 çıxır. Bizdən də A plus B-ni soruşurdu. 3 üstə gələ 3 cavab eləyir 6. Yəni düzgün cavab B variantı olacaq. Növbəti 11-ci suala baxaq. 11-ci sual bir qədər vaxt aparan sual ola bilər. Loqaritma 3 əsasdan 54 bölünsün loqaritma 18 əsasdan 3 çıxılsın loqaritma 3 əsasdan 6 bölək loqaritma 162 əsasdan 3. İndi bunun davamını gətirmək üçün sizə bir qaydanı yadınıza salmaq istəyirəm. Uşaqlar, tutaq ki, loqaritma bizə verilib 3 əsasdan 18. Məsələn deyirəm ha. Burada 18-dən 3-ün yerini dəyişmək istəsəm necə edərik? 1 bölək düstura əsasən loqaritma 18 əsasdan 3 yazacağam. Yəni 3 ilə 18-in yerini dəyişəndə 1 bölək kimi yazıb yerini dəyişirsən. İndi belə çıxır ki, məxrəcdə də olanın yerini dəyişəndə qalxacaq surətə də. Yəni 3 ilə 18-in yerini dəyişsəm 1 bölək loqaritma 18 əsasən 3 deyil. Bərabərliyin elə ki, sağı soluna bərabərdir də. İndi qalxacaq surəti olacaq 3 əsasdan 18. Nətər ki, yerini dəyişəndə məxrəcə düşdüyü kimi, məxrəcdədirsə də yerini dəyişəndə qalxacaq surətə. İndi buna əsasən loqaritma 3 əsasdan qoy 54 olduğu kimi qalsın. 3 ilə 18-in yerini dəyişəndə olacaq vur loqaritma 3 əsasdan 18. Çıx loqaritma 3 əsasdan 6 qalır. Vurulsun loqaritma yenə də yerini dəyişəndə surətə qalxır 3 əsasdan 162. Bundan sonra biz bilirik ki, burada uşaqlar 54 nə deməkdir? 27 vuraq 2. 18 nə deməkdir? 9 vuraq 2. 6 nə deməkdir? 3 vuraq 2. 162-də elə ki 3-ün elə eləyirsən ki, əsas 3 olduğu üçün 3-ün qüvvətləri hasil olsun da. 80 elə ki orada problem yaradan vuruq. Məsələn 162-də 2-dir. 81 vuraq 2 kimi parçalayıram. Sonra növbəti mərhələ biz bilirik ki, hasili nəyə çeviririk? Cəmə. Bu da loqaritma 3 əsasdan 27. Üstə gələk loqaritma 3 əsasdan 2. Növbəti mərhələ vurulsun. Loqaritma indi mötərizə açıram yenə. 3 əsasdan 18-i də 9 vuraq 2 kimi yazsaq. Loqaritma 3 əsasdan 9. Üstə gələk loqaritma 3 əsasdan 2 kimi yazacağım. Sonra çıxılsın. Olacaq loqaritma 3 əsasdan 6-nın da 3 əsasdan 3. Üstə gələk loqaritma 3 əsasdan 2. Vurulsun. Loqaritma 3 əsasdan 81. Üstə gələk loqaritma 3 əsasdan 2 kimi yazdıq. Sonra burada uşaqlar bu loqaritma 3 əsasdan 2-lər var ha. Bunların biz qiymətin bilmədiyimiz üçün hansı ədəddə tam şəkildə onlara bir x desəm.
3 əsasdan 27-ci cavabı neçə eləyirdi? 3. Olacaq 3 üstə gələk x vurulsun 2 üstə gələk x çıxılsın. 3 əsasdan 3-ün də cavabı 1 eləyir. Üstə gələk 1 üstə gələk x vurulsun 4 üstə gələk x. Burada vurub açdığımız zaman birbaşa yazacağım. X-in kvadratı üstə gələk 5x üstə gələk 6. Digərində isə mənfindən nəzərə alsaq çıx x-in kvadratı üstə gələk 5x olmalıdır. Amma mənfi ona da təsir eləyir 5x eləyir. Çıx 4. Burada da 5x'lər x-in kvadratları islah gedir. 6-dan 4-ün çıxdıqda qalır 2. Yəni düzgün cavab B variantı olacaq. Sonra 12-ci sual. 12-ci sual deyir silindrin ox kəsiyinin sahəsi vergül. İntonasiyanın çox böyük əhəmiyyəti var. Silindrin oxuna paralel və oxdan 3 sm məsafədə keçirilmiş müstəvi ilə kəsiyin sahəsindən 2 dəfə böyükdür. Silindrin oturacağının sahəsini tapın. Şərti oxuduqca qarışdırırsan. Deməli burada birinci verilənləri normal şəkildə ardıcıl olaraq qeyd eləmək lazımdır. İlk öncə bir silindir çəkək. Silindiri çəkək. Burada silindiri çəkdik. Bax, silindirin indi ox kəsiyini də çəkirəm. Şöyle deyir, silindirin ox kəsiyinin sahəsi. Silindirin ox kəsiyinin sahəsi deyir. Silindirin ox kəsiyinin sahəsi S bərabərdir 2R H ilə tapılır. Çünki bax, burada bir düzbucaqlı əmələ gəlir. Fikir verin. R, buradakı H-da. N'in nəyinə vurmalıyıq uşaqlar? Uzunluğuna da. H-ı vururam 2R. Ox kəsiyinin sahəsi budur. Sonra deyir, bax, ox kəsiyinin sahəsi silindirin oxuna paralel. Bu ox da ki, mərkəzindən, çevrələrin mərkəzindən keçən düz xətti nəzərdə tutulur. Və oxdan 3 sm məsafədə keçirilmiş müstəvi ilə, yəni buradan bir dənə müstəvi keçirəcəm. Bu müstəvini keçirəcəm. İndi burada belə bir müstəvi keçirdim. Bir dəqiqə. Burada əmələ gələn müstəvinin deyir sahəsindən 2 dəfə böyükdür. Yəni ox kəsiyinin sahəsi müstəvinin sahəsindən nə qədər böyükdür? 2 dəfə böyükdür. İndi burada fikir verək, bir dəqiqə rəngi dəyişim. Deyir ki, ox kəsiyindən 3 sm məsafədə yerləşir. Aha. Sonra və bu elə bir ki, bax, 3 sm məsafədə yerləşir. Bu da olur vətərdə. Bu deyir, bu ox kəsiyinin uzunluğu var ya, bu yuxarıdan çəkdiyim. Bax, bu. Bax, bu olur vətər. Vətər də biz bilirik, o yuxarıdakı çevrənin elə ki, vətər olur da. Vətər də ən yaxın məsafə ona perpendikulyardır və onu yarıya bölür. İndi biz burada ona x-dir. Bax, buradan bura 10 radiusa da tamamlayıram. Həmçinin sağdan da tamamlayıram. Burada r-dir. Aşağıda bir x deyirəm. İndi burada bir düzbucaqlı üçbucaq yaranır da. Bax, bu düzbucaqlı üçbucağı qıraqda çəkirəm. Bax, burası r. İki vətəri çıxartdım qırağa da. Bura r. Bura 3 sm məsafədə yerləşir. Aşağıya da bir x deyirəm. İndi Pifagora görə x-in kvadratı üstə gələk 3-ün kvadratı bərabərdir r-in kvadratına. İndi buradan fikir versək, x-in kvadratı bərabərdir r-in kvadratı çıxaq 9-a. Aha. İndi buradan x də bərabərdir nəyə? Kök altda uşaqlar r kvadratı çıxaq 9. İndi bu da ki onda uzunluğu olur 2 kök altda r kvadratı çıxaq 9. Çünki 2x daxı. İndi bu hündürlük dəyişmir də, elə burada elə h olaraq qalır. İndi burada əmələ gələn o kəsiyin sahəsi, onda mən h-ı vuracam
2 r-in kvadratı çıxaq 9-a. İndi buna əsasən bunu da kəsin sahəsini yaşıl rənglə rəngləmişdim də, tapdım. Sonra deyir ki, ox kəsinin sayəsi onun sayəsindən 2 dəfə böyükdür də, özün ox kəsinin sayəsi. Yəni 2RH bərabərdir 2 vurulsun h vuraq 2 kök altı r kvadratı çıxaq 9. Burada h-lar gedir. Həmçinin 2-lər gedir. Hər tərəfini kvadrata yüksəldirəm. Olur r-in kvadratı bərabərdir 4 vuraq r kvadratı çıxaq 9. İndi burada r-in kvadratı bərabərdir 4 r-in kvadratı çıx 36. Buradan da o 3 r-in kvadratı bərabərdir 36-ya, r kvadratı bərabərdir 12-yə, r də bərabər, r kvadratı neçə çıxdı? 12. R də bərabərdir kök altı 12. İndi radiusu tapdım, silindrin oturacağının sayəsini soruşur da. O da dairənin sayəsi pi r kvadratı ilə tapılır. O da pi vuraq 12. R kvadratı 12 eləyəcəkdir. Yəni cavab olacaq 12 pi. Yəni düzgün cavab C variantı olacaq. Maraqlı sual idi. 13-cü suala baxaq. 13-cü sualda deyir köklərindən biri 2 çıxaq kök altda 3 olan kvadrat tənlik hansıdır? Uşaqlar, baxıram ki, burada tənliklərin hamısı həqiqi əmsallıdır. Amma kök irrasional ədəddir. Kök o vaxt, məsələn, bax, irrasionaldır. Həqiqi əmsallı o vaxt olar ki, kvadrat tənliyim. O köklər bir-birinin qoşması olsun. Bu sənin x1-in 2 çıxaq kök altda 3-dürsə, onda buradan çıxır ki, x2-in 2 üstəgələk kök altda 3 olacaq. İndi buna əsasən də mən bilirəm ki, x kvadratı üstəgələk px üstəgələk q kimi yanaşsam, çevrilmiş kvadrat kimi, tənlik kimi yanaşsaq, p buradan 2 çıxaq kök altda 3 ilə 2 üstəgələk kök altda 3-ü toplayacağım. Kök altda 3-lər gedir, qalır 4. P köklər cəmin nəsi olacaq da? -4. Q isə olduğu kimi elə köklərin nəyi olacaq? Hasil 2 çıxaq kök altda 3 vuraq 2 üstəgələk kök altda 3. Bu da müxtəsərə əsasən 4 çıxaq 3 alınır, bərabərdir 1. İndi kvadrat tənliyim onda aydın şəkildə görsənir ki, x-in kvadratı çıx 4x üstəgələk 1 tənlik olur, bərabərdir 0. Yəni düzgün cavab C variantı olacaq. Növbəti 14-cü suala baxaq. 14-cü sualda deyir 3 kök altda 5 üstəgələk kök altda 125 ədədinin tam hissəsini tapın. Uşaqlar, biz ayrı-ayrı kök olduqda, yəni tam şəkildə dəqiq deyə bilməkdə tam hissəsini neçədir? Əvvəlcə verilmiş ifadəni sadələşdirək. 3 kök altda 5, 125 nə deməkdir? 25 vuraq 5. Bu da nə olur uşaqlar? 25-dən 5 çıxır, 5 kök altda 5. Toplayırıq 8 kök altda 5 eləyir. Növbəti mərhələ çöldəki ədədi mötərizə, daha doğrusu kök altına salmaqdır. O da kvadrata yüksəldir sallıq. 8-in kvadrata vuraq 5 olur. O da eləyir 320 olacaq. 18-in kvadratı 324 eləyir, keçir. Buna da ən yaxın 17-nin kvadratı, yəni 17 tam nəsə, tam hissə olacaq 17. Növbəti 15-ci suala baxıram. Konsentrik iki çevrənin radiusları deyir 5/2 nisbətindədir. Yəni böyüyə 5x deyirəm, kiçiyə 2x deyirəm, 5/2 nisbəti onu nəzərdə tutur. İndi deyir ki, halqanın qalınlığı 12-dir. Biz də bilirik ki, halqanın qalınlığı böyük radiusdan kiçik radiusu çıxmaqla alınır. Yəni D bərabərdir 5x çıxılsın 2x bərabərdir 12-yə. Buradan da 3x bərabərdir 12, x də bərabərdir 4-ə. X 4-dür, yəni 5 vuraq 4 böyük radius eləyəcək 20, kiçik radius da 2 vuraq 4 eləyəcək 8. İndi məndən böyük çevrənin radiusunu soruşur, o da olur 20. Növbəti 16-cı suala baxıram. 16-cı sualda x kvadratı çıxaq 9x üstəgələk 16 kiçik bərabərdir 2-dən. Deyir, bərabərsizliyin tam həllərinin sayını tapın. Bərabərsizliyin tam həllərinin sayını tapmaq üçün əvvəlcə kvadrat tənlikdə olduğu kimi kvadrat bərabərsizlikdə də
bir tərəfi 0 etməliyik. Mütləq şəkildə bir tərəfi nə etməliyik? 0. Yəni x-in kvadratı çıx 9x üstə gələk 14 olacaq. Kiçik bərabərdir 0-dan 2-ni sola atdıqdan sonra buna əsasən indi kvadrat tənlik kimi yanaşsaq kökləri hasılı 14 cəmi 9 eləyən ədəd 2 və 7-dir. İndi bunu intervalda qeyd edirəm. Həm 2-ni götürürük, həm də 7-ni intervallayırıq. Müsbət, mənfi, müsbət kimi. O da düşür 2-7 parçasına. İndi 2-7 parçasında neçədən ədəd var dedikdə 7-dən 2-ni çıx. Qalır 7-dən 2-ni çıxıram. Üzərinə də əlavə 1-in gəlir. Yaxı hər ikisini alır. Bu da eləyəcək 6 və yaxud da sayaraq da deyə bilərik. Cavab olacaq 6 dənə. Sonra 17-ci suala baxıram. Diagonalları perpendikulyar olan düzbucaqlı trapesiyanın hündürlüyü 6 və kiçik oturacağı 3 olarsa, böyük yan tərəfini tapın. Uşaqlar, bax burada düzbucaqlı trapesiyadan söhbət gedir. Biz də bilirik ki, düzbucaqlı trapesiyanın diagonalları perpendikulyar olduqda, şimdi burada hündürlüyü neçə veribdir uşaqlar? Özü 6, kiçik oturacağı 3 verib, böyük oturacağı bilmirəm, ona bir B deyirəm. Biz bilirik ki, diagonalları perpendikulyar olduqda h kvadrata bərabərdir oturacaqların hasilinə. İndi buna əsasən də 6-nın kvadratı bərabərdir 3 vurulsun B-yə. B də buradan çıxacaq 12. B-nin qiymətində 12 olduğunu təyin elədik. Məndən isə indi onun böyük yan tərəfini soruşur. Buradan trapesiya məsələsi demək 90% hündürlükdən çıxmaq deməkdir. Digər hündürlüyü çəkirəm. Digər hündürlüyü çəkdikdən sonra burada bir düzbucaqlı üçbucaq yaranır. Hündürlük 6 olduğu üçün bu hündürlük də 6-dır. Yuxarı 3'dür, burada 3'dür. İçəriyə 9 qalır. İndi böyük yan tərəfi soruşur. İndi burada 6 Pifagora görə 6'nın kvadratı üstə gələk 9'un kvadratı bərabərdir C kvadratına. C kvadratı bərabərdir 36 üstə gələk 81. C kvadratı eləyəcək 117. O da C bərabərdir kök altda 117. 117'ni də yazarıq 13 vuraq 9 kimi. O da 3 kök altda 13 eləyəcək cavab. Yəni düzgün cavab 3 kök altda 13. 18-ci suala baxaq. Deyir ki, əkop 5x 7x bərabərdir 700 olarsa, əbob 3x 4x'i tap. Burada ortaq vuruq kimi əkobda x-i çolaşsaq, x vuraq əkob 5 7 qalır bərabərdir 700-ə. Burada uşaqlar 5 ilə 7-nin əkobu 5 ilə 7 qarşılıq sadə ədəd olduğu üçün hasilidir. Yəni 35 eləyəcək. X vuraq 35 bərabərdir 700-ə. X də buradan çıxır 20. X 20 olduğu üçün nəzərə alsaq, indi burada bir dəfə 3 20-yə vururam, bir dəfə də 4 20-yə vururam. Soruşduğunda indi əbob 60 və 80 olur. Onların da elə əbobu eləyəcək 20. Yəni düzgün cavab 20. Növbəti 19-cu suala baxıram. X plus 1 vurulsun kök altda x-in kvadratı çıx 3x üstə gələk 6. Bərabərdir 2x üstə gələk 2. Deyir tənliyinin kökləri cəmini tapın. Şöyle bir qədər sadələşdirək. Bax burada mən 2-ni ilk öncə atıram mötərizə xaricinə. Yadınızda saxlayın. Tənlikdə dəyişənli ifadəyə bölə bilərik. Bərabərliyin sağ və sol tərəfin dəyişənli ifadəyə bölmüyorlar tənlikdə. Amma böləndə kök itməsin deyə x plus 1'i sıfıra bərabər götürüb böləcəm. X bərabərdir -1. Nağda kökün biri neçəyə bərabər olacaq? -1'ə. Və bu -1'ində nəzərə al ki, kökün altı müsbət eləyir, yoxsa mənfi eləyir. Kökün altı da ödəndiyi üçün -1 həqiqətən də tənliyin kökü olur. Növbəti yerdə qalır x-in kvadratı çıx 3x üstə gələk 6 bərabərdir 2-yə. Hər tərəfi kvadrata yüksəldirik. X-in kvadratı çıx 3x üstə gələk 6 bərabərdir 4-ə. X-in kvadratı çıx 3x üstə gələk 2 bərabərdir 0 alınır. Kvadrat tənliyi həll etmək üçün bir tərəf 0 oldu. İndi buna əsasən viyyətə əsasən x1 vuraq x2 2-dir. x1 plus x2 də 2 cəm salınayısı, yəni müsbət 3. Bu da 2 və 1 olur. Tənliyin kökləri. Deməli kökləri cəmi soruşur. 2 üstə gələk 1 üstə gələk 1 də buradakı bir köküm də vardı -1.
Bunlar da islah gedir, yerdə qalır 2. Yəni düzgün cavab 2 olacaq. Növbəti 20-ci suala baxıram. Tangens kvadratı x çıxaq tangens x bərabərdir 0 tənliyinin deyir mənfi pi bölək 2 pi parçasında deyir ki köklərin sayını tap. Bunu adi natamam kvadrat tənlik kimi həll etsək tangens x atırıq çölə. Tangens x vuraq. Mütərizədə tangens x çıxılsın 1 bərabərdir 0 olur. Burada indi tangens x vurulsun. Tangens x çıxaq 1 yazmaqdansa hava xası 0 olur. Vuruqlardan biri 0 olduqda. İndi x bərabərdir 0 aldığı aralıqda olur pi k. Hə, oldu nə? Pi k. Sonra bir də var tangens x çıxılsın 1 bərabərdir 0-a. Burada isə tangens x bərabərdir. Neçəyə uşaqlar? 1-ə. X də bərabərdir. 1-i harda alır? 45 dərəcədə. Yəni pi bölək 4 üstə gələk pi k. İndi buna əsasən indi bax burada k-nın yerinə 1 qoyduqda, k-nın yerinə 1 qoyduqda tənlik olur pi. Yəni burada parça dediyi üçün bunu indi şərtdə mötərizə yoxdur. Parça yəni özlərində alır da. İndi pi-ni kök kimi götürə bilərim. Pi-ni kök kimi götürdük. Burada ödəyən məsələndə kök nədir? Pi. Sonra 2 qoysam olacaq tənlik x bərabərdir 2 pi. 2 pi bunu aşır. Deməli mən 2 pi-ni götürə bilmərəm də. Həmçinin onda bir vaid aşağı verək. K-nın yerinə 0 qoyaq. Onda x bərabərdir 0 alınır. 0 da bu aralığa düşür. Deməli kökün biri də budur. X bərabərdir 0. Mənfi 1 qoysaq bu da mənfi 180 eləyəcək. Ehtiyac yoxdur. Deməli bu aralıqda neçədən kök oldu? 2. Gəlin də burada araşdıraq. X bir dəfə k-nın yerinə 1 qoyuram. Burada olur pi üstə gələk, pi bölək 4 üstə gələk 180. Yəni 180-dan üstünə gəlirsən də, bu parçadan 180-dan böyük ədəd eləyir. Deməli ona görə bunu götürə bilmərəm. K-nın yerinə 2 qoymağa ehtiyac yoxdur. Bir dəfə də 0 qoyuram. 0 qoyduqda burada da qalır pi bölək 4. Bu da cavabı ödəyir. Mənfi 1 də qoyanda uşaqlar 180-da mənfi 180-dan kiçiyə eləyir. Yəni o da ödəmir də. Yəni mənfi 90-dan kiçiyə də eləyir. O da ödəmir. Deməli burada köklər x bərabərdir pi bölək 4. Pi 1 də 0. Deməli neçə dənə kök olur? 3 dənə. Amma bir dənə bir söz deyim ki, cavabda 2 dənə verib. Diqqətlə baxıram ki, cavabda 2 dənədir. Burada parça deyirsə, bunların özünü də alıram. Ona görə x bərabərdir pi-ni də götürdüm, 0-da götürdüm, pi bölək 4-ü də götürdüm. İndi burada interval, indi məsələn interval deyə, amma parça deyir də özünü də götürməliyəm. Cavab 3 dənə eləməlidir. Amma ki, indi burada verdiyi adi mötərizədir, amma parça deyir. Ona görə adi mötərizə verdiyinə görə parça desə belə biraz elementar səhvlik var. Buna adi mötərizədə, yəni özlərini almamaq şərti ilə yanaşsam 2 dənə kök olar. Yəni buna diqqətlə fikir vermək lazımdır. Əgər özlərinin almadığı üçün bu mötərizədə o x bərabərdir pi kökün götürmürəm, cavab olur 2 dənə. Növbəti uşaqlar, baxaq 21-ci suala. 21-ci sualda deyir k-nın hansı qiymətində x kvadrat üstə gələk k plus 2 vurulsun 2x üstə gələk k kvadratı üstə gələk k çıxılsın 2 tənliyinin yalnız bir kökü 0-a bərabərdir. Bu tənliyin yəni kökü nədir? Onu 0-a çevirən qiymət. Havaq onun bir kökü 0 olar. Natamam kvadrat tənliyi olsa, yəni ax kvadrat üstə gələk bx bərabərdir 0 şəklində olsa. Yəni bax burada sərbəst səddim olmalı deyil də. Yəni bax burada b yerində nədir? K plus 2. Bax bu k plus 2 0-dan fərqli olmalıdır. K bərabərdir 0-dan fərqli olmalıdır. Yəni k mənfi 2-ni ala bilməz. Sərbəst səddin yerində isə k kvadratı çıxaq, daha doğrusu üstə gələk k çıxaq 2-dir. Amma o 0 olmalıdır. Onun da kökləri mənfi 2 ilə
neçədir uşaqlar? 1. Mənfi 2-ni götürə bilmərik, çünki mənfi 2-dən fərqli demişik. Onda olur 1. Desəydi hər iki kökü 0 olsun, onda B də C də 0 olmalıydı. Cavab mənfi 2 götürülərdi. Ona görə burada bir kökü 0 olmaq üçün K-nın qiyməti 1 götürülür. Növbəti 22-ci suala baxıram. 22-ci sualda deyir ki, bax bu şəkili çəkək. A, B, bura D, bura C. AB ilə BC hər ikisi 10'dur. AD 3'dür. DC də 12'dir. Deyir BD-ni tap. Bu bərabər yanlı üçbucaqdır uşaqlar. Bərabər yanlı üçbucaqdırsa, bax bunu bir əlaqələndirmək üçün bərabər yanlı üçbucağında əksər misalı nədən çıxar? Hündürlükdən çıxar da bir yanaşma olaraq. Buradan bir hündürlük çəkirəm yanaşmağa görə. Bax gəlin fikir verək. Bu bütövlükdə 15 deyil. 15 bura nə cür bölünəcək? 7,5 həmçinin digər tərəfdə buradan buracanda neçə olur? 7,5. İndi gəl fikir verək. Burada bir düzbucaqlı üçbucağa görə bu hündürlüyü tapa bilərəm. H-ın Pifaqor teoreminə əsasən H-ın kvadratı üstə gələk 7,5'in kvadratı bərabərdir 10'un kvadratına. O sonu 5-lə qutaran ədədləri hesablamanın rahat yolu var da. Yəni bax 7 deyil birinci rəqəm. Bir vahid artırıram 8. 8 dəfə 7'nin 56, 5'in də kvadratı 25 eləyir. Deməli bu H-ın kvadratı üstə gələk 56 tam %25 eləyəcək. Bərabərdir 100'ə. Burada H-ın kvadratı bərabərdir. Qalacaq 43 tam %75. İndi hündürlüyün kvadratını tapdım. Heç hündürlüyü tapmıram. Bax. Sonra burada bir dənə də düzbucaqlı üçbucaq deyə bu BD-yə görə yaranır. Bunu bir dəqiqə rəngini dəyişim. Bir dəqiqə. Bu düzbucaqlı üçbucağa görə işte. İndi bunu bütöv buradan 7,5 deyil. AD 3'ü daxil. Onda burada qalacaq neçə uşaqlar? 4,5. Bax bu hissəsi də qalır 4,5 də bax bura. İndi burada düzbucaqlı üçbucağa görə H-ın kvadratı üstə gələk 4,5'in kvadratı bərabərdir BD-nin kvadratına. Hipotenuz BD çıxır da. H-ın kvadratında biz bilirik ki neçədir? 43 tam %75. 4,5'in kvadratı da eləyəcək 20 tam %25 bərabərdir BD-nin kvadratına. BD kvadratı bərabərdir 64. BD də çıxır ki 8. Deməli düzgün cavab olacaq 8. Bu qədər rahat. Növbəti 23-cü suala baxıram. 23-cü sualda A vektoru 1, -2, 5 vektoru verilmiştir də. Deyir x, o, y müstəvisində yerləşib A vektoruna perpendikulyar olan B vektorunun koordinatları cəminin modulunu tapın. Bax indi deyir ki o eksi A-nı verib. Deyir bu B vektoru o eksi o y müstəvisində yerləşib. Bax x o y müstəvisində. Yəni x-i də var, y-i də var. Bu müstəvidə yerləşirsə, deməli x y müstəvisində yerləşirsə, x-i də var, y-i də var da. Bu fəzada yerləşmir, müstəvidə yerləşir. O x o y müstəvisində yerləşir. Deməli bunun z-i 0'dır. Buradan çıxır ki, 3-cü koordinatı nədir? 0. Deməli B vektorunun x-i də var, y-i də var. Amma z-i nəyə bərabərdir 3-cü koordinat 0'a? Bax bundan istifadə elədim, tapdım. O müstəvidə yerləşməyindən. Sonra mənə deyir ki, A vektoruna da perpendikulyardır. A vektoruna perpendikulyardırsa B vektoru. Biz burada demişik ki, onların skalyar hasili nəyə bərabərdir? 0'a. İndi buna əsasən, bax 1 vuraq x, üstə gələk -2 vurulsun y, x, y. Üstə gələk 5 vurulsun 0 bərabərdir 0'a. İndi buradan da çıxır ki, x çıxılsın 2y bərabərdir 0'a. Bax bu vektorun perpendikulyar olduğundan da istifadə elədim. Bir də mənə deyir ki, B vektorunun özünün modulu kök altda 5'dir. İndi B vektorunda modulu, bu modulda B vektoru koordinatlarına görə
Kök altda x-in kvadratı üstə gələ y-in kvadratı üstə gələ 0-ın kvadratı bərabərdir kök altda 5-ə. Yəni buna əsasən də x-in kvadratı üstə gələ y-in kvadratdan neçə çıxacaq? 5. İndi burada bir də əlimizdə var bizim x çıxar 2y bərabər 0. Buradan da x bərabərdir neçəyə? 2y. İndi bunu nəzərə alsam olacaq uşaqlar. X-in yerinə 2y nəzərə alsaq 2y-in kvadratı üstə gələ y-in kvadratı bərabərdir 5. Bu da hesablasaq 5y-in kvadratı bərabərdir 5. Y kvadratı bərabərdir 1-ə. İndi mənə deyir ki, B vektorunun koordinatları cəminin modulunu tapın. Koordinatları cəminin modulunu tapın. İndi diqqətlə fikir verək. Burada y-i 1 götürərik. Bu zaman x-də 2 vuraq 1, 2 eləyəcək. Onda B vektorunun koordinatları uşaqlar 2, 1, bir də 0 olur. Cəmin soruşu 2 üstə gələk 1 üstə gələk 0 o da eləyir 3. Yəni düzgün cavab 3 olur. Növbəti 24-cü suala baxıram. ABC üçbucağında AB 9. Bir dənə ABC üçbucağı çəkək. ABC üçbucağında AB 9, BC 15, AC tərəf üzərində götürülmüş D nöqtəsindən BC tərəfin Y nöqtəsində kəsən BC tərəfini burada götürülmüş D nöqtəsindən BC tərəfin Y nöqtəsində kəsən elə düz xətt çəkilmişdir ki, bax, burada da Y deyirik də buna. Elə düz xətt çəkilmişdir ki, çəkdim. Deyir, burada bucaq A DYS bucağına bərabərdir. Yəni, bax, bura bir alfa desəm, daha doğrusu bunu belə rəhləyək. Bura alfadırsa, bura da alfadır. Bərabərdir. Və DC-də 10'dur. DC-nin də özü verib neçə? 10. Uşaqlar, bax, burada nağda bu C bucağına da bir beta deyirəm. Fikir verək. Beta bucağı, belə deyək, ABC üç bucağında 2 bucaqdan biri alfa, biri beta, üçüncüyə də burada bir gamma deyirəm. İndi burada yaranan bu üç bucaq var, DYS üç bucağı. Onun da 2 bucağından biri alfa, biri betası, avtomatik üçüncü D bucağı da gamma çıxacaq. İndi bucaqları eyni olan üç bucaqlar nədir? Üç bucaq sayılır, oxşar. Deməli, üç bucaq A, B, C ilə üç bucaq D, Y, S oxşardır. Uyğun bucaqların qabağında duran tərəflərin nisbətləri də bərabərdir. İndi məndən D, Y-ni soruşur. Burada indi böyüyün betasına görə işləsəm, böyüyün betası qarşısında duran tərəf neçədir? 9. 9'un kiçiyin betası qarşısında duran D, Y-yə nisbəti bərabərdir. Kiçiyin alfası, böyüyün alfası qarşısında duran 15'in BC'nin də yəni kiçiyin alfası qarşısında duran 10'a nisbətinə bərabərdir. İndi burada 15 DY çarpaz vursaq bərabərdir 90'a. DY də bərabərdir çıxacaq 6. Deməli, DY'nin uzunluğu 6 imiş. Növbəti 25-ci suala baxıram. Deyir, bərabər yanlı trapesiyanın oturacaqları 7, 13. Sahəsi 40 santimetrdir. Trapesiyanın perimetrini tapın. Uşaqlar, bax, bir dənə bərabər yanlı trapesiya çəkirəm. Bu bərabər yanlı trapesiyanı çəkdən sonra oturacaqlarını 7-13 kimi qeyd edirəm. Trapesiya məsələsi nə deməkdir dedim. 90% hündürlüyü, 2 dənə hündürlüyümü çəkirəm. Hündürlüyə HH deyirəm. İndi sonra biz bilirik ki, sahə düstur oturacaqları cəminin yarısı, yəni orta xəttin hündürlüyə hasili bərabərdir sahəyə. Burada 7 ilə 10 20 elir, 2'yə böləndə 10. 10 vuraq H bərabərdir 40. Hündürlük də çıxır 4. Deməli, sənin hündürlüyün neçə olacaq uşaqlar? 4.
Hündürlük 4'dür. İndi sonra bax burada bərabər yanlı olduğu üçün bax bu orta 7-dir. 13-dən 7-sini çıxıram, qalır 6-sı. Qıraqlara da düşür 3, 3. İndi burada bərabər yanlı, daha doğrusu düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucaq əsasən katetin biri 4'dür, biri 3. Hipotenuzlar da yan tərəflərdir. Hipotenuzlar da hansıdır? Yan tərəf. Yəni 4'ün kvadratı üstə gələ 3'ün kvadratı bərabərdir C-nin kvadratına. C də buradan çıxır 5. Yəni C neçə oldu? 5. İndi perimetrini tapa bilərik də rahat. P bərabərdir 7 üstə gələk 13, üstə gələk 5, üstə gələk 5. Bu da eləyəcək 30. Düzgün cavab 30. Bu qədər. Növbəti sınağın indi video izahatı gələcək. Diqqətlə izləyin. Kanala abunə olmağı unutmayın. WhatsApp qrupumuzda paylaşsanız sevinərik. Sağ olun.